Əziz Fudu Futbol kanalının izləyiciləri, hər birinizi salamlayıram. Ümidvaram ki, yaxşısınız, işləriniz qaydasındadır. Çox deyirdiniz, yeni video nə vaxt gələcək, nə vaxt gələcək? Gəldi. Gəldi və danışılacaq çoxlu mövzularımız var. Başladıq. Osasuna Barcelona La Liga 34-cü tur və Barcelona bu oyunda bir o qədər də yaxşı oynamasa da lazım olan nəticəni əldə etdi və 3 xalı öz aktivinə yazdıra bildi. Çətin Pamplona səfərindən 3 xal ilə geri dönə bildi. Hər birinizi təbrik edirəm bu qələbə münasibəti ilə və demək olar ki, artıq La Ligada çempionluğunu təmin etdi. Gəlin oyun haqqında az da olsa danışaq. Bildiyiniz kimi Barcelona'nın əsas oyunçuları olan Lamine Yamal və Rafinha bu oyunda iştirak etmədilər. Lamine Yamal zədəlidir, Rafinha isə zədədən təzə qayıdıb və Filik bildirmişdi ki, oyundan öncə Rafinha oynamağa hazırdır, lakin 10 dəqiqə, 15 dəqiqə maksimum, amma Filik heç bu oyunda ona 10 dəqiqəni də vermədi və elə düşündü ki, Rafinhasız da komanda bacarar və necə ki bacardı. Və Lamine Yamal və Rafinhanın yoxluğunda biz nəyi gördük? Sıfır kreativliyi gördük. Barcelona demək olar hücumda kreativlik yox idi. Heç bir oyuncu belə maraqlı gediş edə bilmirdi. Sadə primitiv futbol oynayırdı Barcelona. Fermin Lopez solda, sağda Rooney Bargi, hücumda qocalmış Robert Lewandowski və formada olmayan Dani Olmo. Rooney Bargi, yenə də təkrar edirəm, çox gözəl oyuncudur, potensiallı oyuncudur, amma Rooney Bargi primitiv sağ wingerdir. Yəni hansısa bir levela kimi gedəcək və o leveldən yuxarı atlaya bilməz. Çünki istedadı o qədər də güclü deyil. Risk etməyi sevmir. Driblinglərdən qaçır. Sadə primitiv ötürmələr edir ki, səhv etməsin. Barcelona'ya belə oyuncu lazım deyil. Barcelona'ya riski sevən, məsuliyyəti öz öhdəliyinə götürə bilən oyuncu lazımdır. Onu da qınamıram, onun bacardığı budur və bu demək deyil ki, Rooney Bargi ilə biz sağollaşmalıyıq. Ehtiyat bir oyuncu kimi rezerv üçün əla bir oyuncudur və məncə komanda qalmalıdır. Əslində mən düşünürdüm ki, Osasuna daha sərt oynayacaq Barcelona'ya qarşı. Birinci hissədə Osasuna'nın epizodları olmuşdu. Budimir'in 1-2 epizodu olmuşdu ki, Juan Garcia komandanı qoldan xilas etmişdi. Yeri gəlmişkən bu gün Juan Garcia'nın doğum günüdür. Yaxşı ki varsan Juan Garcia, səni verənə şükür. Sən olmasaydın bu mövsüm bəlkə biz çoxlu biabırsılıqlarla üz-üzə qalardıq, amma sağ ol ki varsan. Okey. Osasuna Avrokuboklar uğrunda mübarizə aparır. Konferans liqasına və yaxud Avropa liqasına düşmək şansları var. Bu o qədər də çox deyil əslində, amma şansları var. Və Avrokubok uğrunda mübarizə aparan bir komanda üçün Barcelona'nın bu durumu bir hədiyyə idi, bir yem idi. Çünki ötən mövsüm Osasuna öz doğma meydanında Barcelona üzərində qələbə qazanmışdı və həmin oyunda Osasuna daha aqressiv və daha belə sərt futbol göstərmişdi Barcelona'ya qarşı. Əgər Barcelona əsas heyətlə oynasaydı və Barcelona'nın motivasiyası olsaydı, Barcelona bu Osasuna'nı məhv edərdi. Çünki Osasuna da normal futbol oynamadı. Osasuna Barcelona'ya yetərincə qədər boşluqlar verirdi ki, sadəcə olaraq Barcelona oyunçuları bunu dəyərləndirə bilmədilər. Burada artıq problem Barcelona'daydı. Amma Osasuna açıq futbol oynadı və risk etdi Barcelona'ya qarşı və birinci hissə maraqsız oldu, birinci hissə heç nə ilə yadda qalmadı. İkinci hissədə də artıq Flikin əvəz etmələri oldu. Flikin əvəz etmələri sayəsində Barcelona qələbə qazandı. Əvəz etmədən daxil olan hər iki futbolçu gol və yaxud assistlə yadda qaldı. Ferran Torres gol vurdu, Marcus Rashford isə assist etdi. Marcus Rashford sağ winger kimi oynayırdı. Bilmirəm nəyə görə Flik belə etdi. Rashford sağ winger kimi oynaya bilmir. Yəni belə pis çıxmasın, öz mövqeyində belə adam normal oynaya bilmir hal-hazırda. Ona qalmışdı ki, sağ winger kimi oynasın, amma gözəl bir assist etdi. Lewandowski'ni tapdı. Lewandowski qəşəng top açıldı və Barcelona qələbə qazandı. Hə uşaqlar. La Liga hakimləri haqqında danışmaq istəyirəm. Az qala oyun əsnasında Pedrini itirəcəkdik. Ürəyimiz bir anlıq mədəmizə düşdü, qayıtdı yerinə. Pedriyə qarşı çox ağır bir foul oldu və maraqlısı bilirsiniz nədir? Hakim rəqib oyuncuya sarı vərəqə belə vermək istəmirdi. Gördü ki, Pedri yerdə
yıxılıb və ağrıdan qıvrılır. Sonra dedi ki, ayda yox, burada desən sərt bir epizoddur. Gəl bu oyunçuya sarı vərəqə verim də, cəhənnəm verim. Yəni hakim belə düşünürdü ki, bu epizod sarılıq deyil. Bəzilərimiz qırmızı deyildi o epizoda. Yox, qırmızı da vermək düzgün deyildi. Amma epizod tərtəmiz sarı vərəqə idi və hakimin bu vərəqəni vermək üçün düşünməsi absurd idi, absurd. Səhər tezdən Amerikanın özüdür də, brat. Dən durğuzur, emosiyaları deyir, amma səhv anlamamışam. Okey, davam edək. Flick bu oyunda əsas oyunçuları qorumalı idi. Adama qayıdıb deyirlər ki, əsas oyunçulardan kim qalıb ki? Bir dənə Pedri qalıb, Fisioda başqa kim var ki, belə baxanda? Kubarsi var. Yaxşı, Kunde yox idi. Juan Garcia var idi. Amma Pedri'yə məncə istirahət verilməli idi. Pedri daha tez oyundan çıxmalı idi. Çünki qarşıdan El Clasico gəlir və okey, yəni bu El Clasico Barça üçün bəlkə ən önəmli El Clasico deyil, amma El Clasico'dur və bu haqda az sonra danışacağam. Flick biraz Pedri'ni çox yorur. Pedri'ni dəhşət yorub və Pedri'yə baxanda hiss olunur ki, adam yorulub və əlacı olsa qayıdıb deyər ki, qurban olun, məni oynatmayın. Oynatmayın da məni, mən biraz dincəlim. Özü qarşıdan dünya çempionatı da gəlir. Yəni bu yazıq, rusların bir sözü var, nayılsa, gözləri axır adamın. Bilmirəm. Kubarsi haqqında danışmaq istəyirəm. Kubarsi bu oyunda çox uşaq səhvlərə yol verirdi. Okey, bəzi epizodlarda mövqe seçimi ilə, ikili mübarizələrdəki o qalib ayrılması ilə yadda qaldı. Razıyam. Amma biz Barcelonayıq. Bu komanda Barcelonadır. Bu komanda Inter deyil, bu komanda Atletico Madrid deyil ki, müdafiəçiləri top gələn kimi qabağa cuplasın. Kubarsi neçə dəfə topu qabağa cuplayır. Nə qədər outa vurur, nə bilim, kornerə vurur, aya vurur, çaya vurur. Nə olub Kubarsi? Okey, anlayıram. Hansı epizodlarda sən topu uzaqlaşdırmalısan cərimə meydançasından, təhlükəli zonadan uzaqlaşdırmalısan. Bu normaldır. Amma bəzən Kubarsi çox sadə yerlərdə topu saxlayıb oyun qurmaq əvəzinə topu uzaqlaşdırır boş-boşuna. Hara gəldi vurur. Ya bunu desəm ki, başqa bir oyunçu eləyir. Araujo eləyir. Qınamaram çünki Araujo ayağı ilə oynaya bilmir. Amma Kubarsi ayağı ilə oynaya bilər axı. Yəni Kubarsi hal-hazırda Barselonanın bir nömrəli oyun qurucusudur müdafiəçilər arasında. Mütləq şəkildə Kubarsinin yanına təcrübəli bir naparnik lazımdır. Yəni onun yanına təcrübəli bir adam lazımdır. Inigo Martinez necə oynayırdı? Əla, tələsmirdi, qorxmurdu və güvəndə hiss edirdi özünü. Kubarsinin yanına təcrübəli Bastoni kimi oyuncu lazımdır. Nə bilim, Schlotterberg kimi oyuncu lazımdır. Yəni yanındakı olan oyuncu Kubarsidən daha çox görməlidir. Daha çox görmüş oyuncu olmalıdır. Uşaqlar, Barselonanın transfer şayələri haqqında danışmaq istəyirəm. Bildiyiniz kimi artıq mövsümün sonudur və transfer şayələri pırt-apırt üzə çıxır, qaynayır belə və heç biri də demək olar düzgün deyil. Rafinha haqqında danışmaq istəyirəm. Rafinha Barselonadan ayrıla bilər. Mən bu haqda post paylaşmışdım Instagramda, hər halda görmüsünüz və şərhləri oxudum. Bəziləri mənə sual verdilər ki, Fuad, sənin fikrin nədir? Sən nə düşünürsən bu haqda? Rafinha getməlidir yoxsa qalmalıdır? Əlbəttə ki, hər bir şərhə cavab verməyə zamanım yoxdur. Çalışdığım qədər şərhlərə və mesajlara cavab verməyə çalışıram. Amma hər bir mesaja və hər bir şərhə cavab verə bilmirəm. Üzrü sayın. Ona görə də video şəklində konkret bunu mən sizə izah edirəm. Rafinha hal-hazırda Barselonanın mental lideridir. Və Rafinha olmayan da Barselona çox əziyyət çəkir. Və Rafinha bir maşındır, dayanmayan bir maşındır. Flick'in yaratdığı bir saxlanıla bilməyən bir maşındır. Bilmirəm, Frankenstein kinosuna baxmısınız yoxsa yox, orada bir olur, uçan olur, bir dənə insan hazırlayır. Baxmısan ki, kinoya? O ölmür də güya, o nə qədər illər ölmür adam. Bu zor kinodur, mən baxmışam ona. Məsələn, elə bir şey hazırlamışdı Flick Rafinha'dan. Amma biz bilirik ki, Rafinha ilə ərəblər maraqlanır. Əl-Nəsiri olsun, Əl-İttihadı olsun, nə bilim, Əl-Hilalı olsun, Əl-Haram olsun, misal üçün. Rafinha neçə yaşı var? 29 yaşı var. Rafinha günü-gündən cavanlaşmır. Ötən mövsüm Rafinha'nın möhtəşəm statistikası var idi. Möhtəşəm. 63 ya da 64 gol plus asisti var idi adamın. Amma bu mövsüm elə deyil. Bu mövsüm adam heç 30-a belə çata bilmədi.
Nəyə görə? Çünki zədələr oldu və artıq Rafinha həddindən çox zədələ alır. Və bu zədələr artıq Barselona rəhbərliyini və Fliki düşündürməlidir. Dostlar, bu romantizasiyanın başını buraxaq, xahiş edirəm sizdən. Bu sevgi məsələləri, ay Rafinha belədir, ay Rafinha mənim ürəyimdir, ay Rafinha mənim canım ciyərimdir. Bəlkə də Rafinhanı məndən çox istəyən yoxdur. Məndən çox ona dəyər verən yoxdur aramızda. İndi tərifləmək kimi çıxmasın. Amma gəlin biraz rasional yanaşaq da bu məsələlərə. Mən istəyirəm ki, Barselona bu cəhətdən Real Madridə bənzəsin. Real Madrid lazım gələndə, lazımı vaxtda öz ulduzları ilə sağollaşa bilir və onların yerini doldura bilir. Casemiro transferi buna bariz bir nümunədir. Adam prime vaxtında Manchester United'a getdi, 80 milyon avroya satdılar onu. 29-30 yaşı var idi adamın. Və əgər Rafinha'ya normal transfer təklifi gəlsə, Rafinha satılmalıdır. Bəli, bu 50-60 milyon deyil. 100 və 100 plus təklifləri olsa, Rafinha'nı satmaq lazımdır. Və yerinə daha perspektivli, daha potensiallı, daha gənc winger alınmalıdır. Rafinha sevgisi, Rafinha'nın bizə elədikləri o başqa məsələ. Amma bu Barcelonadır. Biz komandanı bir oyuncudan daha üstün görməliyik. Rafinha 2-3 mövsümlükdür. Amma Barcelona əbədiyə qalacaq. Əbədi bir komandadır. Və bu komandaya yeni oyuncular lazımdır. Rafinha elədiyini elədi, çox sağ olsun, var olsun. Rafinha'nın əməyini aşağılamaq istəmirəm. Və bu demək deyil ki, biz onu atmalıyıq. Amma biraz rasional olmalıyıq, biraz məntiqlə fikirləşməliyik. Rafinha'nın getməyini də istəmirəm. Amma yaxşı transfer təklifi gəlsə, niyə də yox? Yayılan məlumatlara görə hal-hazırda Hans-Dieter Flick üçün 6 toxunulmaz oyuncu var. Bunlar Joan Garcia'dır, Pau Cubarsi'dir, Fermin Lopez'dir, Pedri'dir, Gavi'dir və Lamine Yamal'dır. Məntiqlə baxanda düzgün qərardır. Məntiqlə baxanda hal-hazırda Barcelona'nın əsas liderləri deməyək, əsas fiqurları bu şəxslərdir. Bəli, bura Rafinha'nı da əlavə eləyə bilərik. Rafinha amma yenə də bu 6 nəfərdən geri qalır. Nəyinə görə? Yaşına görə, zədələnməyinə görə və qeyri-stabil olduğuna görə. Və Flick'in məncə seçimləri düzgündür. Bu 6 oyuncudan başqa istənilən oyuncu Barcelona'dan ayrıla bilər və ayrılması normaldır. Amma da qəpik quruşa yox. Normal transfer qiyməti olmalıdır. Normal pula satılmalıdır və yerinə Barcelona DNA'sına uyğun oyuncular alınmalıdır. Başqa variant yoxdur. Paris Saint-Germain və Frenkie de Jong. Paris Saint-Germain Barcelona'ya bu yay Frenkie üçün 55 milyon avro təklif etməyə hazırdır. Bilmirəm, Luis Enrique orada nə fikirləşib, necə bir komanda yaratmaq istəyir, yarım müdafiəçiləri yığıb neynəmək istəyir orada, amma dəhşət bir şey fikirləşib adam deyəsən. Düzün desəm, mən bu transferə nə negativ, nə də pozitiv yanaşıram. 55 milyon avro Frenkie de Jong üçün azdır. Əgər bu təklif 70 və 70 plusdursa, hardasa razılaşmaq olar. Nəyə görə? Frenkie de Jong da artıq günü-gündən cavanlaşmır və komandaya yeni nəfəslər lazımdır. Frenkie de Jong'u satmaq lazım deyil ha. Yəni elə bilərsiniz ki, mən bu dəqiqə olan satılmasını istəyirəm, amma normal təklif gəlirsə niyə də yox? Məsələn üçün Frenkie'ni satıb yerinə Enzo Fernandez ala bilərik. Pis oyuncudur bəyəm Enzo Fernandez. Daha güclüdür, daha fiziki mübarizələrə uyğundur. Bəli, Frenkie kimi kreativ deyil, Frenkie kimi elastik deyil. Bunu anlayıram, amma Enzo başqa xüsusiyyətləri ilə Barcelona'ya kömək ola bilər. Fiziki gücü ilə, mental liderliyi ilə kömək ola bilər. Və bir də belə bir nüans əlavə edeyim dostlar. Fikir vermisinizsə, hal-hazırda Barcelona'nın heyətində Argentinalı oyuncu yoxdur. Bunu hamımız çox gözəl bilirik. Bu komandanın heyətində həmişə Argentinalı oyuncu olmalıdır. Özümüz bilirik də Argentinalılar biraz dəliqanlı olurlar da, türklər demiş, biraz xəstə olurlar. Emosional olaraq biraz partlamağı, belə partlayışı sevirlər. Və məncə Barcelona'ya belə tipli biraz Argentinalı oyuncular lazımdır. Bu komandanın həmişə heyətində bir top səviyyəli Braziliyalı olub, bir top səviyyəli Argentinalı olub, bir İspaniyalı olub. İspanyalımız var, Braziliyalımız da var, amma Argentinalımız yoxdur. Ayda, Argentinalı deyəndə
Var idi Argentinalımız. Heyf. Əsənə bağla çəkmirəm. Bernardo Silva, Julian Brandt. Hayda, mən bilmirəm bu Barcelona rəhbərliyi nə etmək istəyir. Bu müftə oyuncu almaq sevdası nədir bunlarda? Okey, azad agent anlayıram. Bernardo Silva çox gözəl səslənir, çox belə qəşəng səslənir. Amma Barcelona niyə atxod oyunculara belə üstünlük verir, mən anlamıram. Bernardo Silva City-ni qoyub gedir. City-dən ayrılır bu mövsüm. Nəyə görə? Çünki artıq özü bilir ki, mən City-də oynayacaq gücdə deyiləm və artıq mən daha aşağı level klublarda oynaya bilərəm. Daha aşağı rahat çempionatlarda oynaya bilərəm. Bu Türkiyə Süper Liqası ola bilər, bu Ərəbistan Süper Liqa, Ərəbistan çempionatı ola bilər. Süper Liqa nə idi ala? Bu Amerika ola bilər. Nə bilim, bu Kanada ola bilər. Bu İtaliya ola bilər. Yavaş-yavaş adıma düşür. Ya bilir ki, mən artıq İngiltərə tempinə öyrəşə bilmirəm. Dirəkdə İspaniyada da oynayar. Amma bu Barcelona nəyə görə gedib belə atxod oyunçusunu alsın ki? Demirəm, Bernardo Silva zor oyuncudur, qəşəng oyuncudur. Amma indi yaş da sözün deyir də. Sən əgər gedib Rafinyanı satırsansa, Bernardo'nu da gətirirsənsə havayı, da onda da Rafinha qalsın da, neyinsən Rafinyanı satıb? Sənə lazımdır bu. Bernardo Silva ilə kimlər maraqlanır? Galatasaray maraqlanır, Ərəbistan klubları maraqlanır və Barcelona maraqlanır. Heç bir top klub maraqlanmır oyla. Bir də İtaliya klubları maraqlanır. Okey də İtaliya klubları da həmişə, yəni qocaları gətirib də öz komandasına. Bu normaldır. Sənə lazımdır Bernardo Silva, Julian Brandt. Allah, Julian Brandt'ı nəyimə lazımdır mənim? Harda oynayacaq Julian Brandt? Julian Brandt kimi oyunçunu, Bernardo Silva kimi oyunçunu bilsən hansı halda gətirərsən komandaya? Sənin komandanda hər şey idealdır. Hər mövqeyində top səviyyəli oyunçular oynayır. Start heyətin idealdır və rezerv üçün deyirsən ala cəhənnəmdə Julian Brandt'ı gətirim. Elçə ilə oynayanda bunu oynadaram. Nə bilim, Espanyolla oyunda ikinci sətə salaram bunu. Qardaşım, sənin heyətin onsuz da Brandt səviyyəsində oyuncularla doludur. Sənə lazımdır Brandt, sənə lazımdır Bernardo Silva. Bax, Barcelona rəhbərliyinə belə bir təklifim var. Yenə də mənə kommentdə yazacaqlar ki, Fuad səni eşitmirlər, olar. Yo, Laporta qulağa baxır mənə, gizlin Laporta mənə baxır ki, görək Fuad nə deyir. Özüməm, Deku'dan yaxşı idman direktoru olaram, and verirəm sizə. Tottenham hal-hazırda Premier Liqada 18-ci yerdədir, 17-ci yerdədir, dəqiq bilmirəm. Karoçe düşmə zonasındadır və sona 3 tur qalmış, hər şey ola bilər. Tottenham'ın heyətində çox kalitəli oyuncular var. Bu həm müdafiəçilər ola bilər, həm yarım müdafiəçilər ola bilər, həm hücumçular ola bilər. Van de Ven, Romero. Bizim Deku gedib Tottenham'ın oyununa baxıb və deyib ki, Barcelona'ya uyğun Romero'dur, nəinki Van de Ven. Sən bunu hansı məntiqlə, hansı analizlərlə ortaya çıxarmısan, mənə çox maraqlıdır. Nəyə görə Romero uyğundur bizə? Oyunun əvvəllərində birbaşa qırmızı vərəq alma bacarığı var. Bu prizmadan baxırsınızsa, əla. Onda Kakraz elə Barcelona üçündür. Araujo'muz çatışmırdı, elə bir dənə Romero da gələr. Qardaşım, Van de Ven İngiltərə Premier Liqasının ən sürətli oyunçusudur. Hətta müdafiəçisi yox, ən sürətli oyunçusudur bu adam. Ayağı ilə əla oynayır, hücuma qoşulmaları superdir. Dirəksən sol bek kimi də oynaya bilər adam. Yaşı da azdır. Bu Romero eşqi nədir sizdə? Okey, Argentinalıdır, bayaqki sözümə qayıdıram ki, Argentinalı oyunçular Barcelonada uğurlu olur. Amma da belə xəstə Argentinalını gətirməkdənsə gətirməmək yaxşıdır. O rusların bir sözü var, minət mılı na şılı na mılı. Yəni sən Araujo'nu satırsan ya da saxlayırsan, üstünə Romero'nu gətirirsən. Eyni zibildilər də belə baxanda. Yəni eyni beyindədir o adamlar. Özdə Romero klub oyuncusu deyil, o millidə yaxşı oynayır. Bəzi oyuncular var ki, millidə yaxşı oynayır, klubda pis oynayır. Bəzi oyuncular var ki, klubda yaxşı oynayır, millidə pis oynayır. Fərqlidir, yəni dəyişilir. Yəni Romero elə bir tip oyuncudur ki, İnanmıram ki, o Barsada uğurlu olsun. Rafael Leo ilə maraqlanırlar. Bu transferə mən hardasa pozitiv baxa bilərəm. Rafael Leo çünki Rafael Leo sürpriz transfer ola bilər. Yəni Kinder sürprizə bənzəyir. Pis bir şey də çıxa bilər, yaxşı bir şey də çıxa bilər. Amma risk etmək olar.
Rafael Leao disiplinsiz oyuncudur. Rafael Leao futbol belə həyatının içinə qoyub da bu adamda. Amma o qədər istedadlı oyuncudur ki, o qədər potensiallı oyuncudur ki, arada bir ona heyfim gəlir mənim. Bir ara çox xod gedirdi Rafael Leao və o məncə gecikdi Milanda qalmağından. O Milanda daha çox qaldı o. O biraz tez getməli idi Milandan. Və demirəm ki, onu Barsaya bu dəqiqə istəyirəm, amma gəlsə olar. Yaxşıdır, risk etmək olar. Da indi 100-150 milyona yoxdur təbii ki. Hansısa bir normal qiymətə, nə bilim, 50-60 milyona, 70 milyon maksimum Rafael Leao'nun qiyməti var. Maksimum, yəni mənə 70 də çox deyirəm. 50-60. Bu civarda qiyməti ala bilsə Barcelona onu pis olmazdı. Gedər. Espanyol Real Madrid 0-2. Hər iki əzəli rəqibimiz qarşı-qarşıya gəlirdi və hər ikisi maksimum çalışdılar ki, bu oyunda qələbə qazanmasınlar. Espanyol qələbə qazanacağı təqdirdə Barcelona çempion olacaqdı və belə çıxır ki, çempionluğu Barcelona Espanyol hədiyyə edəcəkdi və yaxud bərabərlik olsa belə bu oyunda Barcelonanı çempion edə bilərdilər. Amma Barcelona çempion olmaması üçün mütləq şəkildə Real Madrid qalib gəlməli idi ki, bu da baş verdi və buradan Real Madridə öz təşəkkürümü bildirirəm ki, qalib gəlmədilər və El Clasico'nu bizə daha da maraqlı etdilər. Çünki Real Madrid qalib gəlməsəydi və Barcelona rəsmi olaraq çempion olsaydı, El Clasico düşündüyümüz qədər də maraqlı olmayacaqdı. Vinicius Bellingham haqqında danışmaq istəyirəm. Bellingham bütün mövsümdə yoxdur, amma gəlir arada bir elə bir şeylər eləyir ki, deyirsən ki, oyda Bellingham başqa səviyyədir. İndi hər şey qoyuram bir qırağa, indi Bellingham ola bilər mövsümü batırdı, elədi. Artıq 2 mövsümdür ki, yaxşı oynamır. Amma Bellingham başqa səviyyə oyuncudur və bəzən mənə sual verirlər ki, Fuad, Real Madriddən hansı oyuncunu Barcelona'da görmək istəyərdin? Bu Bellinghamdır. Bu Bellinghamdır. Yəni Pedri Bellingham tandemin düşünürəm bəzən. Dəhşət bir şey ola bilər. Dəhşət bir şey ola bilər. Və Bellingham mənim ən sevdiyim oyunculardan biridir. Sırf olaraq oyuncu kimi. Amma belə şəxsiyyət kimi bir o qədər də xoşuma gəlmir. Egoistlik var onda. O artıq onun şəxsi işidir. Amma oyuncu kimi Bellingham çox estet bir oyuncudur və dünənki oyunda, Espanyol oyunda məncə ən yaxşı oyunculardan biri idi. Vinicius olmasaydı, oyunun ən yaxşısı Bellingham seçilməli idi. Mərkəzi tam olaraq kontrol edirdi. Tam olaraq nəzarət altında saxlayırdı və çox möhtəşəm bir asistlə yadda qaldı. Dabanı ilə möhtəşəm ötürməkdi. Super bir qol idi və Bellingham Real Madriddə özünü tapmalıdır. Bu dəqiqə Bellingham Real Madriddə özünü itirib. Çünki o lazım olan yerdə deyil. Nə mənada? Mövqe cəhətdən lazım olan yerdə deyil. Bellinghamın ilk mövsümünü yada salsaq, görərik ki, Bellingham yarım müdafiəçi kimi yox, yalancı 9 nömrə kimi oynayırdı və Bellingham tək başına Real Madridi daşıdı. Demək olar, həmən mövsüm Real Madridə La Liqanı Bellingham qazandırdı. Çempionlar Liqasını ümumi komanda qazandırdısa, La Liqanı Bellingham qazandırdı Reala. Və hal-hazırda həmin Bellingham yoxdur. Və ola bilər burada Mbappe var, Vinicius var və bu adam onların kölgəsində qalıb deyəni özün belə rahat hiss eləmir. Amma Bellingham'a şərait yaratsalar, Bellingham'a o istədiyi mövqeyini versələr, məncə Bellingham öz sözünü deyəcək. Real Madrid artıq mental olaraq yoxdur. Real Madrid bu mövsümü bağlayıb. Bu dəqiqə Real Madrid oyuncularına desələr ki, qalan 4 tur oynamağa ehtiyac yoxdur, gedin dincəlin. Hamısı bilirsiniz necə sevinib deyirlər ki, çox sağ olun, Allah razı olsun. Yəni biz elə dincələk. Yəni Real Madridin heç bir iddiası qalmayıb deyəndə Real Madrid yola verir, amma bu demək deyil ki, Real Madrid indi hər şeyi aç-bıraq eləyəcək. El Clasico'da maksimum dərəcədə Barcelona'nın ayağına badalaq vurmağa çalışacaqlar ki, Barcelona həmin oyunda çempion olmasın. Və Real Madriddə günü-gündən məşqçi söhbətləri qızışır. Baş məşqçi məsələsi ortaya çıxıb. Bu Klopp və yaxud Jose Mourinho ola bilər və Florentino Perez Jose Mourinho'nu istəyir. Nəyə görə? Çünki bilir ki, bu ləpəşlərlə, bu egoist yığını ilə ancaq bir dənə egoist bacara bilər. Bu da Jose Mourinho'dur. Jürgen Klopp'a çox böyük hörmətim var. Jürgen Klopp mənə görə ən yaxşı baş məşqçilərdən biridir. Gəlib keçmiş ən yaxşı baş məşqçilərdən biridir. Prosta Jürgen Klopp'un başı üçün deyil ki, gəlib bu egoist yığınını adam eləsin. Amma Jose Mourinho bunu bacarar. Çünki Jose Mourinho egonun özüdür, special one. Bu cəhətdən bir nömrədə ona çatan olmaz. Və hal-hazır ki, bu Real Madriddəki o qruplaşmamı, nə bilim, hansısa anlaşılmamazlıqlarmı, onları çözə biləcək, onları həll edəcək tək məşqçi Jose Mourinho'dur. Bəziləri deyir ki, Jose Mourinho'nun futbolu gedib, Jose Mourinho futbolu artıq işləmir. Qardaş, Jose Mourinho'nun futbolu bu dəqiqə lazım deyil. Jose Mourinho'nun bu dəqiqə o psixoloji təsiri lazımdır Real Madridə.
Bu dəqiqə heç bir baş məşqçi o psixoloji təzyiqi, o psixoloji təsiri Reala verə bilməz. Anlayırsınız bunu? Klopp əla bir taktik məşqçidir, Klopp bir filosofdur, okey. Amma Klopp gəlib Realda bacarmaz onu. Klopp 2 günə dəli olub gedər. Klopp deyəcək ki, ya bu xiyar Vinicius'u sağ ol deyin buna, ya bu Mbappe'nin rədd eləyin buradan, ya da bu Bellingham'ı atın ikinci sastava. Mən komanda yığım təzədən. Bunu istəmir. Florentino bunu istəmir. Florentino istəyir ki, hal-hazırki heyətə dəyməsin. Həm Vini qalsın, həm Mbappe qalsın, həm Bellingham qalsın. Amma bunların üstünə bir dənə yekə gəlsin və desin ki, mənəm burada ağsaqqal, indi oynayın bilin. Başa düşdünüz? Bunu hal-hazırda ya Zidane eləyə bilər Realda, ya da ki, Jose Mourinho eləyə bilər. Bu qədər sadə. Hələ yəni Pochettino ilə maraqlanırdı deyirlər. Bəlkə də bu şayədir. Pochettino Reala gəlsə, mən gülərəm də Allah haqqı. Mən bildiyiniz gülərəm də mən. Pochettino'nu indi pisləmək istəmirəm. Mən yaxşı baş məşqçidir. Tottenhamdə nəsə işlər gördü. Az qala çempion olacaqdı Tottenhamdən. Nə bilim Paris Saint-Germain'də işlədi, orada işlədi, başqa yerdə işlədi. Prosta Real Madriddə onu yeyərlər. Real Madriddə onu bilsən nə edirlər? Məhv eləyərlər onu. Mbappe ilə Vinicius Pochettino'nu 2 aya dəli elib yola salar. Pochettino başı içində gəlib Mbappe ilə Vinicius'a nəsə söz desin. Gülməlidir, sadəcə olaraq gülməlidir. El Clasico, El Grand Clasico dostlar. El Clasico həftəsindəyik və Barcelona öz doğma meydanında Real Madridi qəbul edəcək və bu oyun çox maraqlı olacaq. Barcelona qələbə qazanacağı təqdirdə və yaxud Real Madriddən bir xal alacağı təqdirdə La Ligada 29-cu çempionluğunu rəsmiləşdirəcək. Əlbəttə ki, çox maraqlı oyun olacaq. Əlbəttə ki, Real Madrid maksimum dərəcədə çalışacaq ki, çempionluğu Barcelonaya bu oyunda verməsin və cırışma olacaq. Konkret, yəni aləm dəyəcək bir-birinə, baxmayaraq ki, əsas həyat oyuncuları demək olar yoxdur. Mbappe gedib Esterlə İtaliyada öpüşür, qucaqlaşır, güya ki zədə alıb, yalansa sənin üzümə nələt. Lamine Yamal kaprisan içir maşında, güya o da zədələnib, sən də zədələnmişsə sənin də üzümə nələt. Zədə zad yoxdur, hamısı sadəcə olaraq bir şoudur, bunu mən belə düşünürəm. Amma bu El Clasico'dur. Bu El Clasico'dur, okey. Real Madrid azarkeşləri və yaxud Real Madrid oyuncuları artıq özləri də qəbullanıblar ki, Barcelona bu mövsüm artıq çempiondur. Qalan 4 oyunun Barcelona azı 3-ünü uduzmalıdır. Və bu oyunun biri artıq Real Madridləndir. Yəni Barcelona bir xal alsa Real Madriddən çempionluğunu rəsmiləşdirəcək və hətta məğlub olsa belə Real Madridə Barcelona qalan 3 turda hansısa rəqib üzərində qələbə qazansa artıq çempionluğu garantiləyir. Yəni Real Madrid utopiyaya qapanmır, yəni utopiyaya düşmür ki, yəni ayda Barcelona üzərində biz qələbə qazanaq, çempionluğa oynayaq. Yox, Real Madridin məqsədi Barcelonanı bu tur çempion etməməkdir. Bu başqa şeydir. Amma bu El Clasico'dur dostlar. Bu El Clasico'dur. Mən həmişə demişdim ki, Barça Real Madrid oynayanda onların arasında əgər bir telefon olsa belə, sonda hər iki tərəfdən bir telefon qazansa belə, onlar axıra kimi cırışıb futbol oynayacaqlar. Çünki burada artıq futboldan kənar şeylər baş verir. Bu əbədi bir rəqabətdir. Bu əzəli bir rəqabətdir. Burada artıq titullar, hansısa riyazi hesablamalar arxa plana keçir. Bəli, bu önəmlidir. Komandalar bunu analiz edirlər. Amma oyun əsnasında hər şey yaddan çıxır. Çünki bu komandaların arasında olan o düşmənçilik, o rəqabətçilik bu oyuna, bu derbiyə başqa bir rəng qatır. Və məncə möhtəşəm bir derbi olacaq, möhtəşəm bir El Clasico olacaq. Sadəcə olaraq belə bir nüans var. Həmişə Barcelona belə oyunlarda altın qoyur. Vacib oyunlarda altın qoyur. Yəni bu Barça üçün vacib oyundur, nəinki Real Madrid üçün. Nəyə görə? Çünki Barça bu oyunda qələbə qazansa və yaxud heç oynasa çempiondur və Barça burada rasional olmalıdır. Barça tələsməməlidir. Burada Real özünü göstərməlidir ki, qardaş mən sənə udmalıyam. Mən udmalıyam ki, sən çempion olmayasan. Amma Barcelona bərabərliyə qalsa belə çempiondur. Amma Barcelona həmişə belə oyunlarda öz-özünə priключение tapır və onu həll etməyə başlayır. Yəni Barcelona oyundan əvvəl demək lazımdır ki, uşaqlar, bu oyun heç nə kəsb etmir.
rahat olun. Heç nə olmayacaq. Desinlər, hafisi okey, belə. Amma onlara deyəndə ki, bu oyun vacib oyundur, bu oyun önəmli oyundur, qalib gəlməliyik, ki, çempionluğu rəsmləşdirək. O elə bir bunlar təkərə düşürlər ki, oyda vacib nəsə bir şey baş verir, gərək mən burada ehtiyatlı olam. Yəni bunların naborot elə şeylə qorxuzurlar da, elə bil ki. Amma yenə də bu El Clasico'dur, brat. Yəni möhtəşəm oyun olacaq və biz özümüz də bir Endgrildə olacaq fan klubla bir yerdə. Familiya Blaugrana ailəsi olaraq hər birinizin yolunu gözləyirəm. Şərhlərə link qoyacağam. Klik edərək öz yerinizi rezerv edə bilərsiniz. Oyundan sonra lotereyamız olacaq və hədiyyələr qazana bilərsiniz. Müxtəlif hədiyyələrimiz olacaq. Barselonanın, yəni Peña Blaugrana'nın hoodiesi olacaq, Barcelona forması olacaq və sairə hədiyyələrimiz var. Gələnlər çox gözəl bilirlər. Ona görə yerinizi rezerv etməyi unutmayın. Mütləq şəkildə rezerv edin ki, gəlib yer tapası sonra. Bu oyun haqqında təxminim odur ki, mən elə düşünürəm ki, bu oyun bərabərliklə bitəcək. Heç bir komanda qalib gəlməyəcək. Mən bunu belə düşünürəm. Amma hər şey ola bilər. Bu futboldur. Real Madrid də qalib gələ bilər, Barcelona da qalib gələ bilər. Nəsə belə açıq futbol gözləyirəm. Və elə bilirəm ki, hesab 2-2 olacaq və yaxud 3-1 Barcelona xeyrinə. Yəni bu mənim ikinci bir təxminimdir. Amma əsas təxmin olaraq 2-2 düşünürəm ki, Barcelona bu oyunda bərabərliklə çempion olacaq və bu oyunda bəli, əsas fiqurların olmaması az da olsa təsir edəcək bu oyunun statusuna və rəng qatmasına. Əlbəttə ki, Lamine Yamal olsaydı, Mbappe olsaydı, Arda Güler olsaydı, daha başqa belə kreativ, daha maraqlı futbol görərdik. Amma məncə onlarsız da biz maraqlı El Clasico görəcəyik. Çünki arada Barcelonanın çempionluq məsələsi var. Real Madrid maksimum çalışacaq ki, Barcelonaya mane olsun ki, Barcelona bu tur çempion olmasın. Ona görə belə. Siz də öz hesab təxminlərinizi yazın. Görək siz nə düşünürsünüz? Sizin fikirləriniz nədir? Məndən isə bu qədər. Dostlar, sizin mesajlarınızı, şərhlərinizi oxuyuram və bəzi izləyicilərimiz var ki, mənə yazırlar ki və xahiş edirlər ki, Fuad videolar tez-tez gəlsin və həftədə 2 video olsun. Nə bilim, transferlər haqqında ayrı video olsun, oyunlar haqqında ayrı video olsun. Əlbəttə ki, mən bunu istəyərəm. Əlbəttə ki, mən bunu istəyirəm daha doğrusu. Amma bunu etmək üçün əlbəttə ki, maddi bir güc lazımdır. Və bildiyiniz kimi hal-hazırda mənim sponsorum yoxdur və bu verilişi, bu proyekti sırf olaraq özüm maliyyələşdirirəm və özüm tərəfindən pul yatırıram. Əlbəttə ki, bu mənim şəxsi işimdir, mən bunu etməyə də bilərəm, amma edirəmsə mən bunu yaxşı etməliyəm. Amma bəzi yerlərdə artıq hansısa bir məqamda mən finansal olaraq buna çatdırmıram. Və əlbəttə ki, bizim sponsorumuz olsa, bizə dəstək olan olsa, bizim bu proyektdə, mənim bu kanalıma dəstək olan olsa, videolar həftədə 2 yox, həftədə 3 dəfə də ola bilər. Amma hələ ki belə bir təklifimiz yoxdur və əgər sizdə belə bir təklif varsa, siz əməkdaşlıq etmək istəyirsinizsə, mənimlə əlaqə saxlaya bilərsiniz. Mail ünvanım YouTube kanalının özündə yerləşdirilib, maila öz təkliflərinizi yaza bilərsiniz və yaxud özümüz bir-birimizə dəstək ola bilərik. Link qoyuram, kofe alaraq, görürsünüz, özüm kofe içirəm, Unipoint'dan kofe içirəm, amma kıstati, Unipoint'dan kofe alırsınızsa, əgər tələbəsinizsə, sizə 20% endirim olacaq. Qaracı Odlar yurdu uşaqları, nə bilim, İdman Akademiyası uşaqları polunu Unipoint'a gedə bilər. Həftə içi 20% endirim bütün məhsullara. Bundan yaxşı nə ola bilər ki? Mənim üçün də kofe aldan ala bilərsiniz. Az da olsa kanalımız üçün dəstək olar və daha çox videoların gəlməsi üçün mənə bir yardımcı olar. Eləsəz də sağ olun, eləməsəz də sağ olun. Sadəcə olaraq bunu bir təklif olaraq dedim ki, kanalımız daha da inkişaf etsin. Hamınızı öpürəm. Yaxşı ki varsınız. Viska Barsa, Viska mikrorayon.